uşağın enerjisi çıxmalıdır. Bu gündəki müasir, modern bizim əsrimizdə tüm valideynlərin başı qarışıqdır. Uşağın enerjisi çıxmır. Bir tərəfdən də ev balacadır. Bəzi şeylərlə biz evi doldurmuşuq. Lazımsız. Bəzi şeylər var ki, onlar lazımlıdır. Bəzi şeylər var ki, onlar olmasa həyat getmir qabağa. Bəzi şeylər var ki, onlar olmasa da həyat qabağa gedir. Sözün qısası, biz bilək ki, bu baxış bucağına sahib olaq ki, ev, bina evi mənim övladımın tərbiyəsinə təsir qoyur. Mən nə edeyim? Sual, cavab. Mən bina evində qalıramsa da, çalışım övladımın azad şəkildə oynamağı üçün şərait yaradım. Sual, niyə? Cavab. Çünki övladımın oynamağı, azad şəkildə oynamağı onun tərbiyəsinə təsir göstərir. Yeniyetmə yaşında da özünü göstərir.